Həyatımızda, ətrafımızda, çevrəmizdə olan insanlar bəzən görürsən ki, etiraf edirlər ki, və ya gəlib bildirirlər ki, mənim sənə qarşı olan sevgi, məhəbbətim hədsizdir, hududsuzdur. Rəğbətim, sevgim sənə qarşı çoxdur. Bəs qarşı tərəf o sevgi və məhəbbətin doğruluğunu, yanlışlığını hardan bilməlidir və necə bilməlidir? Görəsən, belə bir meyyar mövcuddurmu? Bizə olunan sevgi və məhəbbətin iddiası müqabilində biz onun doğru və ya yanlış olduğunu bilmiş olaq. Bu mövzu barəsində İmam Sadiq əleyhissalamdan soruşdular. Yəbnə Rasulullah, ey Peyğəmbərin balası, bir nəfər mənə sənə qarşı olan sevgi və məhəbbətim hədsiz, hududsuzdur və sənə qarşı məhəbbətim, sevgim çoxdur. O şəxs sual etdi ki, mən həmən sevgi və məhəbbətin doğruluğunu və yanlış olduğunu necə bilə bilərəm? İmam cavabında buyurdu, doğrudan da qarşı tərəfin sevgi və məhəbbətin həqiqət və ya yanlış olduğunu bilmək istəyirsənsə, qəlbinizə müraciət edin. Baxın, görün, qəlbinizdə o iddia edən şəxsin məhəbbətinə qarşı əgər siz də sevgi və məhəbbət hiss edirsinizsə, bilin ki, bu bir reallıqdır, qarşı tərəfin sizə olan sevgi və məhəbbəti həqiqətdir. Əks halda qəlbinizə müraciət edəndə görsəniz ki, yox, bunun ziddi təşkil edir, sevgi, məhəbbət qığılcımı sizin qəlbinizdə hiss olunmursa, bilin ki, o şəxs öz iddiasında doğru deyil.